Bugünkü qəhrəmanım həyatda ciddi insan olsa da, tamaşaçılar onu daha çox yaratdığı komik obrazlarla yadda saxlayıb. O, özünə məxsus dəsti xətti olan bənzərsiz sənətkar idi. Səhnədə ustalıqla canlandırdığı insan surətləri uzun illərdir hafizələrdə yaşayır. Bir zamanlar heç kimin ağlına belə gəlməzdi ki, mollaxanada oxuyan bu uşaq gələcəkdə məşhur aktyor kimi şöhrət qazanacaq. Ömrünün 60 ilini Azərbaycan teatrına həsr edən xalq artisti Ağa Hüseyn Cavadov. Ağa Hüseyn Cavadov 1894-cü il aprel ayının 22-sində Bakının Xırdalan kəndində dünyaya gəlib. Atası Xəlil Cavadov, anası Hürmət xanım. Onlar ailədə iki qardaş, bir bacı olublar. Ağa Hüseyn, Musa Rıza və Fizzə. Ağa Hüseyn hələ uşaq olarkən valideynləri şəhərə köçür. Daha dəqiq, Sovetskidə Həmşəri palanında yaşayırlar. Bəziləri onun İrandan gəldiklərini vurğulayırlar. Bunun nə qədər həqiqət olduğunu bilmirəm. Bəlkə də onların Həmşəri palanında yaşaması belə bir şayəni yaradır ki, onlar da İrandan köçüb gələnlərdəndir. Çünki həmin o küçədə, yəni Həmşəri palanında yaşayanlar bir zamanlar İrandan Bakıya işləməyə gələn hamballar idi. Amma Ağa Hüseyn Cavadovun ailəsinin İrandan Bakıya köçməsi haqqında məndə məlumat yoxdur. Ağa Hüseyn əvvəlcə mədrəsədə oxuyur. Burada ərəb dilini mükəmməl öyrənir. Eyni zamanda da gizli şəkildə o zamanlar Həbib bəy Mahmudbəyovun yaratdığı dram dərnəyinə yazılır. Burada digər dərnək üzvləri ilə birlikdə müxtəlif səhnəciklər oynayır. Mirzağa Əliyev, Cahangir Zeynalov, Şidqi Ruhulladan bəhrələnərək onun teatra marağı yaranır. Bundan xəbər tutan molla günlərin birində Ağa Hüseynin atasını yanına çağırır və ona deyir ki, sənin oğlun qoşulub bir qrup avaraya mütriflik edir. Hələ bu azmış kimi mollaxanada oxuyan uşaqları da yoldan çıxarır. Mən belə axmağı mədrəsədə saxlaya bilmərəm. Və Ağa Hüseyni həmin günü mədrəsədən qovur. Əslində bu Ağa Hüseynin ürəyincə olur. Çünki o mədrəsədə oxumaq istəmirdi. O zamanlar uşaqları məcbur mollaxanaya qoyurdular. Onların ataları da buna etiraz edə bilmirdi. Çünki mollaların dediyi qanun idi. O dövrdə din adamları müsəlman uşaqlarının digər millətin uşaqları ilə eyni məktəbdə oxumasına icazə vermirdi. Yəni, deyirdilər ki, müsəlman uşağı yalnız Quran oxumalıdır. O dövrdə belə bir şüar səslənirdi ki, başqa kitabların xeyri yoxdur, əgər orada yazılanlar Quranda varsa. Əksinə, ziyanı çoxdur, əgər orada yazılanlar Quranda yoxdursa. Hətta Hacı Zeynalabdin Tağıyev Bakıda qızlar məktəbi açanda şəhərin din xadimləri onun üzərinə hücum çəkirlər ki, sən müsəlman uşaqlarını hara aparırsan? Baxmayaraq ki, Tağıyevin özü də dinə yaxın insan idi. Amma o istəyirdi ki, millətinin gələcəyi savadlı olsun. Azərbaycanda Sovet hakimiyyəti qurulanda ilk olaraq məscidləri, mədrəsələri, mollaxanaları bağladılar ki, uşaqları oradan çıxardıb məktəblərə göndərirlər ki, oxuyub elm alsınlar, savadlı olsunlar. Bu da əlbəttə bəzi din ideoloqlarının xoşuna gəlmirdi. Hüseyn Seyidzadə Dəli Kür filmində bunu açıq şəkildə göstərir. Yəni, orada biz görürük ki, uşaqları məcbur edərək, hətta döyərək əy zəbər ə, təy zəbər təni
öyrədirlər. İndi də bəzən şahidi oluruq ki, məhərrəmlik aylarında uşaqları yeniyetmələri məscidlərə aparırlar. Bu doğru deyil. Düzdür, biz müsəlman ölkəsiyik, amma dünyavi dövlətik. İndi də məscidlərdə görürsünüz, yuxarı başda oturanlar necə nağıllar danışırlar. Biri ayı ilə Əbülfəzin, o birisi barmağı ilə 2 tonluq qapını qaldırmaqdan bəhs edirlər və çox təəssüf ki, 21-ci əsrdə onlara inananlar da az deyil. Həmin o məscidlərdə nağıllar danışanlar 20-ci əsrin əvvəlindəki o mollaların nəvə nəticələridir. Ağa Hüseyn mədrəsədən çıxdıqdan sonra Səadət məktəbində təhsilini davam etdirir və 1919-cu ildə buranı bitirir. 1920-ci ildə o zamanlar Bakıda fəaliyyət göstərən müxtəlif teatr truppalarında səhnəciklər oynayır. 1925-ci ildə Türk İşçi Teatrına qəbul olunur. 1933-cü ilə qədər burada işləyir və 33-cü ildə onu Kirabat Teatrına göndərirlər. Ağa Hüseyn burada 5 il işləyir. 1938-ci ildə Bakıya qayıdaraq Musiqili Komediya Teatrının truppasına qəbul olur. Burada ər və arvad, 50 yaşında cavan, 5 manatlıq gəlin, arşın malalan, toy kimindir, evli ikən subay və başqa tamaşalarda rollar oynayır. Böyük Vətən müharibəsi başlayanda Muskomediya bağlanır. Bundan sonra 1942-ci ildə Ağa Hüseyn Cavadovu dram teatrına dəvət edirlər və o ömrünün sonuna qədər bu teatrda fəaliyyət göstərir. Ağa Hüseyn Cavadovun əvvəlki sadaladığım teatrlarda müxtəlif tamaşalarda bir-birindən bənzərsiz rollar oynayır. Hətta o 30-cu illərin lap əvvəllərində Türk İşçi Teatrında qadın rolunu da canlandırmışdı. Dram teatrın səhnəsində onlarla tamaşada müxtəlif obrazlar yaradır. Bunlardan Məhəbbətdə Məmişov, Həyatda Cəlal, Toyda Dəmirçi Musa, Yaxşı Adamda Soraq kişi, Xoşbəxtlərdə Bərbərzadə, Nişanlı qızda Mirzə Salman, Od gəlinində Od Damdı, Qaçaq Nəbidə Mürsəl, Almazda Ocaqqulu, Dönüşdə Xosməmməd, Solğun çiçəklərdə Həmzə, 1905-ci ildə tamaşasında İmamverdi, Mənim günahımda Almurad, Əcəb işə düşdükdə İmran, Dağlar qızında Savalan, Müfəttişdə Luka Lukic, Canlı meyitdə Petruşin, Şöhrət və ya unudulan adamda Qoca, Hind gözəlində Maitreya və başqa rolları Ağa Hüseyn Cavadovun adını Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazdı. Ağa Hüseyn Cavadovun filmoqrafiyasına gəldikdə isə o ilk dəfə 1955-ci ildə rejissor Lətif Səfərovun çəkdiyi Bəxtiyar filmində Rıza obrazı ilə kinoya gəlir. Mirhəmid, bircə onu yuxudan oyat, yoxsa deyilənləri eşitməz. Rıza! Kimi işin götürürlər? Səni! Məni? Və səni? Səsinizi kəsin! Daha sonra elə həmin ildə Görüş filmində Əbülfəz, Yalan deyil, eşəklə ikimiz gezmişdik pambıq suvarmağa. Şəli dedi ki... Ne dedi? Şəli dedi ki... Şəli dedi ki, gedək Kamil üçün pambıq oğurlamağa. Ne danışırsan? Ne deyirsən? Heç utanırsan? 1956-cı ildə O olmasın, bu olsun filmində bəy, Ağalar, təvəqqə edirəm bir qədər sakit olun və icazə verin xanəndə bizi feyziyab eləsin. 1957-ci ildə Qızmar Günəş altında filmində Piri oğlu, Xeyr ola, gedirsin. Mənə də gəlir ki, davam gətirməyən sizin adamlardır. Onlar mənim şeylərimi tibb məndəqəsindən bayratıblar. Bunu kim vereyim, sən? Mən? Mən yox. Heç o şeylərə əlimi də vurmamışam. Çamadanı bayra çıxaran Gülbahardır. Boy! Külbaşı var. 1958-ci ildə Kölgələr sürünür filmində elmi işçi, Yumurtadan çıxmamız cippil deyil. Laf ürəyimdən dedi. 1959-cu ildə Bir qalanın sirri filmində falçı, Mətanət qızım, sənə şad bir xəbər gətirmişəm.
Al bu metanet gülünü ile. O yüreğe kuvvet verir. İle kızım, ile. 1963-cü ildə Əhməd haradadır filmində Usta Əhməd Sananan gelip seni görmek istiyorlar. Ne boş boş danışırsan. Benim atam anam 40 yıl bundan evvel rəhmətə gedib yetim kalmışam. Sana yanlış malumat veripler usta. Atan, anan sağ salamattılar. Özleri de bu otaqda seni gözləyirlər. Sen ne danışırsan? 1964-cü ildə Sehirli Xalat filmində baş vəzir Böyük hökmdar, vəfalı nökərləri getir ağlar koymamak için. Emret kim cesaret edip saraya yakınlaşsa derhal başını kessinler. Onda taht-ı səltənətin hiçbir tehlikeye düşar olmaz. 1966-cı ildə İstintaq davam edir filmində Həsən dayı Evi aktaracağız. Komşudan 2 şahit çağırın. Ne yapmak istiyorsun da sen? Sizin sırağa gün tesadüfen aldığınız göy paltonu. Kızıl kimsezlerde canım kurbu. Doğru tesadüfen almışım. Vallahi neçə dəfə özümə söz vermişəm ki tesadüfi hiçbir şey almayayım. Ama bu dəfə deyəsən şeytan beni yoldan çıxarttı. 1968-ci ildə Mən ki gözəl deyildim filmində Zeynalov Bircə bu nariyada qol çəkinə, məni gözətləyirlər. Ay, çox sağ ol. 1969-cu ildə Bizim Cəbiş müəllim filmində Neft satan Valla sen burada ne gezirsen? Harda gezməliyəm ki? Hamdi orada, sen de orada. Çatdı. Şirin çatdı, amma yaşım çatmır. 1969-cu ildə Şərikli Çörək filmində İsmail Baba Gedək bazara, şeyi alıp getirək evə. Yəqin ki acımsan, hə? Ha. Çox sağ ol oğul. Hə, axşam bizə gələrsən. Sonra xalan sənin üçün nə pişirsin, hə? Ne bileyim. Yaxşı, indi qaç evə. 1974-cü ildə Bakıda Küləklər əsir filmində epizodik rol Şəhərə? Yox, Sabunçuya. Qospitala. və rejissor Əlisattar Atakişiyevin 1977-ci ildə lentə aldığı Qərib Cinlər Diyarında filmində Qaraşad. Bu, Ağasyen Cavadovun Azərbaycan kinosunda son rolu olur. Bura gəlin. Bum bum eşittin? Bomboşdur. Bum bum eşittin? Amma mənim başım güm eləyir. Bax, buna deyərəm, bax. Şah sağ olsun cinler diyarında ikinci belə baş tapılmaz. Bəsdir, yaltaqlıq elədiniz. Onu da qeyd edim ki, Ağasyen Cavadov çəkildiyi filmlərdə bütün rolları özü səsləndirib. Yəni onu başqa aktyor dublaj etməyib. Çünki onun özünə məxsus danışıq tərzi vardı. Bəlkə də xarici görünüşü ilə yanaşı onun səsi də rejissorları cəlb edirdi. Ona görə də o çəkildiyi rolları özü səsləndirir və bu daha da rola şirinliyi qatır. Nə qəşəng qızdır. Sənətdə göstərdiyi xidmətlərinə görə Ağasyen Cavadova 1931-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1938-ci ildə xalq artisti fəxri adı verilir. Bundan başqa 1940-1949-cu illərdə 2 dəfə Şərəf Nişanı ordeni, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Şəxsi həyatına gəldikdə isə Ağasyen Cavadov 1918-ci ildə Surət adlı bir xanımla ailə qurur və bu evlilikdən onların 7 övladı dünyaya gəlir. 5 oğlan, 2 qız. Ənvər, Nuru, Cavid, Gündüz, Rafiq, Firəngiz və Nəcibə. Onu da qeyd edim ki, Ağasyen Cavadov aktyor Sadıq Həsənzadə ilə quda olublar. Yəni, Sadıq Həsənzadənin qızı Sevgili xanım Ağasyen müəllimin oğlu Gündüzlə ailə qurmuşdu. Hər iki qızları müəllim idi. Firəngiz xanım Sumqayıt Tibb Texnikumunda, Nəcibə xanım isə Bilgəhdəki internat məktəbində
dərs deyirdi. Oğlanları Ənvər və Nuru Böyük Vətən müharibəsi iştirakçısıdır. Ənvər müəllim yaralanmışdı, yəni o müharibə əlili idi. Nuru isə APİ-də uzun illər psixologiyadan dərs verib. Çox təəssüf ki, övladlarından sağ qalanı yoxdur. Yalnız gəlini Sevgili xanım həyatdadır. İndi onun 85 yaşı var. Ağa Hüseyn Cavadovun həyat yoldaşı Surət xanım 7 il yataq xəstəsi olub. 1957-ci ildə o paraliz keçirir və bundan sonra yatağa düşür. Ağa Hüseyn müəllim nə qədər onu müalicə etsə də, həkimlərə aparsa da bir müsbət nəticəsi olmur. Surət xanım 1964-cü ildə 66 yaşında dünyasını dəyişir. Onu Razin qəbirstanlığında dəfn edirlər. Deyilənə görə Ağa Hüseyn müəllim hər həftə onun qəbrini ziyarət edirdi və o gedirdi Razin qəbirstanlığına, Surət xanımın məzarının yanında oturub onunla dərdləşirdi. Onlar bir-birlərini çox seviblər. Yəni Ağa Hüseyn müəllimin Surət xanıma çox böyük məhəbbəti olub. Belə götürsək, o dövrlərdə çox əzab əziyyətlərdən, kasıbçılıqdan keçmişdilər və bütün bunlar onları daha da bir-birinə yaxınlaşdırır. Çox təəssüf ki, həyat yoldaşı vaxtsız dünyadan köçür və Ağa Hüseyn müəllim ahıl yaşında, belə deyək ki, arvad tərəfdən yetim qalır. Düzdür, o daha sonra 17 il yaşasa da yenə də çox çətinliklər çəkirdi. Çünki kişiyə əsasən yaşlı vaxtlarında qadın lazımdır. Amma o tək qalır. Baxmayaraq ki, ətrafında övladları, nəvələri, amma yenə də daxilində bir tənhalıq keçirir. Ağa Hüseyn Cavadovun ölümünə gəldikdə isə o sağlam həyat sürərdi. Fiziki cəhətdən çox güclü idi. Səhərlər idman edər, günün müəyyən saatlarında piyada gəzərdi. Bəzən isə evdən teatra piyada gedirdi. Onların evi Səməd Vurğun küçəsi 96 ünvanındakı artistlər binasında idi. Buna qədər isə Ağa Hüseyn Cavadov uzun illər Sovetskidə yaşayıb və 1948-ci ildə onlara artistlər binasında 4-cü blok 7-ci mərtəbədə mənzil verilir və Ağa Hüseyn Cavadov ömrünün sonuna qədər həmin mənzildə yaşayıb. Sağlamlığına nə qədər diqqət yetirsə də, yaş artıq öz işini görürdü. 1978-ci ildə Ağa Hüseyn Cavadov insult keçirdir. Udar o qədər də güclü olmur və bir müddət müalicə edir, sağalır. 1981-ci il iyul ayının 16-sında Ağa Hüseyn Cavadov ikinci dəfə insult keçirdir. Onu müayinə edən həkimlər ailəsinə bildirir ki, ikinci zərbə çox güclü olub. Yəni, burada bizim edə biləcəyimiz heç nə yoxdur. Onu həyata qaytarmaq mümkün olmayacaq. Hətta xəstəxanaya aparmaq belə mənasızdır. Belə də olur. Ağa Hüseyn Cavadov 3 gün komada qalır və 1981-ci il iyul ayının 9-da 87 yaşında öz evində dünyasını dəyişir. Ağa Hüseyn Cavadov hələ sağlığında övladlarına demişdi ki, mən öləndə məni Fəxri xiyabanda dəfn edəcəklər. Bu səbəbdən də ömürgün yoldaşının yanında torpağa tapşırılmağı vəsiyyət etmir. Yəqin ki, onun Fəxri xiyabanda dəfn olunacağını kimlərsə ona demişdi.
Belə də olur. Ağa Hüseyn müəllimin ölümündən sonra onu 2-ci Fəxri Xiyabanda torpağa tapşırırlar. Ağa Hüseyn Cavadovun məzarına gəldikdə isə mən qeyd etdim, bura Fəxri Xiyabandır. Yəni bura dövlətin nəzarətində olan bir ərazidir. Buranı hər gün qadınlar məzarların hamısını yuyurlar. Sadəcə gördüyünüz kimi burada biraz çirk var, həm də buranı quşlar batırıb, yəni bunu deməyə bilmərəm. Digər məzarlarda da var. Bu tozlar yəqin ki, bu yağışdan sonra bu yaranıb. Yəni biz çəkilişimizi səhər tez aparırıq. Ola bilsin ki, hələ burada işləyən qadınlar bütün məzarları yuyub başa çatdırmayıblar. Amma mən gəlmişkən bu dəfəki buraxılışımızı Azərbaycan teatrının nəhəng aktyorlarından biri olan Ağa Hüseyn Cavadova həsr etmişik və onun haqqında danışırıq. Yəni mən bura gəlmişkən mütləq ki, bizim dahi aktyorumuzun məzarını yuyacağam. Ağa Hüseyn Cavadovun məzarını gördüyünüz kimi biraz yudum, səliqəyə saldım. Düzdür, çox da çirk deyildi, amma məndə bir adət var ki, məzar çirk olmasa belə onun üzərinə su vururam. Onu da qeyd edim ki, bir müddət idi müəyyən işlərimlə əlaqədar çəkilişləri dayandırmışdıq. Artıq yenidən bu prosesə start vermişik və ilk bugünkü buraxılışımızı da Azərbaycanın böyük teatr və kino aktyoru, xalq artisti Ağa Hüseyn Cavadova həsr etdik. Baba, mən gedim. Sabah gələrəm, yaxşı? Get oğlum, get. Allah ürəyincə versin. Bu qoca vaxtımda mənə gəlib kömək eləyirsən. Get. Sağ ol. Vəssalam. Mənim deyəcəklərim bu qədər. Bugünkü qəhrəmanımız sadəcə olaraq Ağa Hüseyn Cavadov.